Bir dərsin ikisində sual cavab eləyək. Ümumi sınağa da baxarıq, fərqli suallara. Lokal, qlobal şəbəkəyə birlikdə baxaq. Ardınca yeni dərsə keçərik. Mən deyin görüm, burulmuş cüt naqillər hansılar idi? Səsim gəlir. Bəli, Bəli. müəllim. Tamam. Bəli. Bir deyin gəlsin. Burulmuş cütlər hansılar idi? İki cür olurdu. Ekranlar, Ekranlaşdırılmış, ekranlaşdırılmamış. Burulmuş cüt naqillər deyirik ki, 4 cüt kabel olur. 8 dənə naqil. Hər cütdən 2 dənə naqil çıxır. Ekranlaşmış və ekranlaşmamış. Xaricdən gələn maneədən qorunma varsa ekranlaşmış, ekranlar. qorunma yoxsa ekranlaşmamışdır. Bu burulmuş cüt naqillər hansı ucluqlar vasitəsilə qoşulur? EJ45. Bəli, RJ45 vasitəsilə. Kamran, koaksial kabellər hansılardır? Nazi, naqil bir də metal örgüdən ibarət olan. Mərkəzi naqil və metal hörgüdən ibarət olan kabel növüdür. Digər Bəli. kabellərə baxanda üstün cəhəti nədir, Kamran? Təkrarlardan istifadə olunması. Repeaterlərdən istifadə olunmur. Bəli. Repeaterlərin vəzifəsi nədir, Kamran? Repeaterdən bağlanmaz. Bir dəqiqə. Sürətləndirir də deyəsən o müəllim şeyi. Gələn siqnalı gücləndirir, ötürür. Yəni özü qədər üzərinə qoyub ötürür, gücləndirib ötürür. Xədicə, de görək, optik lifli kabellərin vəzifəsi nədir? İş prinsipi nəyə əsaslanır? Müəllim, mən oxumamışam, yalan deyərəm. Müşfiqədə görə optik lifli kabellər hansılardır? Necə Fiber optik kabeli burada ötürmə işıq siqnalı ilə olur. Bu ona görə digərlərindən daha sürətli ötürmədir Bəli. deyirik və bir modalı, çox modalı olur. Yəni bir işıq siqnalı bir istiqamətdəsə bir modaldır. Fərqli istiqamətlərdə olursa, hərəsi bir istiqamətdəsə çox modal. Deyirik ki, ümumiyyətcə digər kabellərdə ötürmə siqnallar vasitəsilədir. Amma optik lifli, yəni fiber optikdə isə işıq siqnalı vasitəsilə olur. İşıq sürəti sözü ilə də əlaqələndirib yadda saxlaya bilərsiniz ki, daha sürətli kabel deməkdir. İki növə olur. Bəli, sən dediyin kimi bir modalı, çox modalı. Tərkibindəki işıq siqnalları bir istiqamətdədirsə bir modalı, hərəsi bir istiqamətdə, fərqli istiqamətdə olarsa isə çox modaldır. İstifadə zamanı ən çox bir modaldan istifadə olunur, çünki işıq siqnallarının toqquşma ehtimalı olmur və daha dayanıqlı olur. Yaxşı, digərləri. Rafael, sən də qoşulmusan. Rafaeldə görüm, fasiləsiz qida mənbəsi nədir? Fasiləsiz qida mənbəyi, deməli, elektrik enerjisi qəfil kəsilərkən informasiyanın bir müddət itməməsini təmin edən mənbədir. Sağ ol. Enerjidən qəfil kəsilən zaman enerji ilə təmin edən bir qurğudur. Modem nədir, Rafael? Bəli. Modem deməli, giriş-çıxış qurğusudur. Kompüter deməli, Giriş-çıxış giriş-çıxış qurğusudur. qurğusu. Okay. Şəbəkə kartı kimi deyirik ki, bu da giriş-çıxış qurğusudur. Amma əlavə olaraq nə deyə bilərik? Çevirici qurğudur. Nəyə çevirir, Rafael? Bəli, modem həm modulyator, həm də funksiyasını yerinə yetirir. Bəli, modulyasiya prosesi deyilir buna. Analoqdan rəqəmsala, rəqəmsaldan analoq keçməsinə nəzərən deyilir. Şəmsdə görək, switchlər nədir? Çevirici də olur, amma ağıllıdırlar da. Digər hub idi deyəsən, səhv eləmirəmsə. Ondan fərqli olaraq onlar ağıllıdırlar. Başqa? Hub, bəli, deyirik ki, hub qovşaq rolunu oynayır. Sadəcə ağılsız qurğu deyilir, çünki ünvan tanımır. Çevirici də qovşaq rol oynayır hub kimi. Sadəcə ağılsız qurğu deyil, ünvan tanıyan bir qurğudur. Switchlərin, yəni çeviricilərin neçə növ var, Şəms? İki növ var idi. Körpü, bir də ki marşrutlayıcı. Körpüdə eyni protokollu müxtəlif topologiyalı idi. Marşrutlayıcı isə müxtəlif idi. Müxtəlif protokollu, müxtəlif topologiya. Bəli, hər ikisi müxtəlif onda oradan yadda saxlayaq ki, marşrutlayıcıdır, bəli. Bizə saniyə adlara baxım. Leyla, səsi aça bilirsən? Və görə transferlər nədir? Kamera transfer nədir? Sən denə. Kiçik stansiyalara koaksial kabelinə qoşun. Okay.
Konnektorlar nədir? Nazik Kabellərdir kabel. də, onlar nazik kabellər müəllimə. Nazik kabel. Az söyləyərək Şəbəkə kabel. açıdan. Bəli, nazik kabelləri şəbəkə ilə kart ilə birləşdirən başlıqdır. Leyla de görək, toparlayıcı, yığan qurğu deyirlər də ona. Toplayıcı qurğu, birləşdirən qurğu hansıdır? Açıq qalan yerləri birləşdirir. Aa, Açıq qalan deyirlər, Cox. səpələnmiş deyirlər. Terminal. Bəli, bəli. Şinlər idi onlar. Yo, terminator. Şin informasiya mübadiləsini təmin edən qurğudur. Topraklanması. Yox, bax. Toplanma deyirlər, yığılması deyirlər. Açıq qalan Açıq qalan kabellərdə ümumiyyətcə belə var ki, terminatordur. Terminatorun izahı necə olur? Açıq kabelləri şəbəkəyə qoşulmasını təmin edir. Həmçinin də açıq qalan yerlərin toplanması üçün istifadə olunur. Bunun səbəbi nədir? Enerjinin bitməməsi üçün. Sən dediyin şey Leyla, kompüterə informasiya mübadiləsi ilə təmin edir. Həmin informasiya mübadiləsi, yəni informasiya axınını idarə edən qurğu nə idi bəs? Hardware-də keçmişdik. Qurğu kontroller, Yo. Qurğu deyəndə Drive. ağlınıza o gəlməsin. driver. Kontroller Hə. mərkəzi hissə ilə xarici hissələri əlaqələndirən qurğudur. Mən deyirəm ki, informasiya mübadiləsini təmin edən şindir. Həmin informasiyanı ötürən qurğu şindir. Yaxşı, bəs o informasiya axını var, ötürülən o axın. Onu idarə edən qurğu nədir? Hardware-də deyil. Driverlər. Driverlər. Driver proqramdır, Yox. qurğu deyil ki. Driver əməliyyat hissəsi, bax. Əməli hissə ilə, yəni əməliyyat sistemi ilə BIOS. xarici qurğulara bənzər. BIOS idi də BIOS deyəsən. giriş-çıxış baza sistemidir. Çox sadə bir sual verilməsinə, keçən dərslərin bir sualıdır. Hə. Plus dəfələrcə də orada da dedim ki, bunu qeyd edin, bu tez-tez qarşınıza çıxan bir sual olacaq. BIOS deyirsən, BIOS giriş-çıxış baza Modem, sistemidir. Hardware-də keçdiyimiz giriş-çıxış baza sistemidir. Ümumi ilkin işə düşən proqramdır. Post və bootu yerinə yetirir. Bu deyil, bu ayrı bir şeydir. Müəllimə modem idi, demodulyasiya Modem demişdik. çevirici bir qurğudur. Modem Analogdan idi. rəqəmsala, Çevirici. rəqəmsaldan analoqa çevirir. Lokal. Burada informasiya axınını idarə edən deyə bir şey işlətmirik. Kontroller mərkəzi hissə ilə xarici qurğuları əlaqələndirən bir qurğudur. Burada da Qurğu yəni informasiya axını sözünü eşitmədin. Driver dediniz, driver əməliyyat hissəsi ilə, əməliyyat sistemi ilə xarici qurğuları əlaqələndirən bir proqramdır. Yenə bax, informasiya axını eşitmədin. İnformasiya axınını iki dənə şeydə eşitsən. Bir, şində, bir də indi sualın verdiyi. Şin. Şin deyirik ki, informasiya ilə təmin edir. İnformasiya mübadiləsi ilə təmin edir. Bu Müəllimə informasiyanı ötürür. şəbəkə falan idi. Yo, mənə bax, bu informasiyanı ötürür. Ötürən şindir. Yaxşı, bu ötürülən informasiya axını var, bu informasiya axını. Onu idarə edən qurğu nə idi? Mən bunu soruşuram. Digərləri nə idi? Qurğu. İdarə edən. İnformasiya axını Adapter idi müəllimə. Yox. Adapter də İnformasiya qurğu idi. axınını idarə edən qurğu, Hamısı. kompüteri informasiya ilə təmin edən qurğu şindir. Sistem interfeysi də deyilir buna. Bir də sistem interfeysinin ötürdüyü orada informasiya var da. Bu informasiya axınını idarə edən qurğu var. Keçən dərsdə demişdik, chipset. Birinci Chipset. səfərdə işləyirdi chipset sözü. İnformasiya axınını idarə edən qurğuya deyilir, düzdürmü? Chips. Chipsetlər, bəli. Sonra əfsanə səs aça bilirsən. Səslərinizin bağlılığı çoxu bilmirəm, aça bilmirsiniz deyəm yoxsa yox. Xərcədə görək, bəlkə bu yadında qalmış olar. Lokal şəbəkənin topologiyaları hansılardır? Sadə suallar verirəm. Mən hələ qlobala keçməmişəm. Lokal təkrar edirik hələ. Keçən dərs güya bunları sual cavab edib çıxmışdıq bu mövzudan. Digərləri, lokal topologiyaları hansılardır? Müəllim, Ulduzları, halqavarı. Şin, ulduz, 4 halqa dənə var. ulduz, halqa var. Şamran şin Halqa hansıdır? var. Necə müəllim? Şin hansıdır? Şimdi deməli lokal şəbəkənin ən sadə olan növüdür, strukturudur. Üstün cəhətləri nədir? Birinci deməli abunəçisi olmur, elə yadında qalıb. Etibarlılığı olur daim. Bir kompüter sıradan çıxarsa, şəbəkə bu təsir etmir də ona. Sağ ol. Yeni kompüterin qoşulması Bizə sistemi yeni daha sadə kompüter olur. qoşulur.
Yeni kompüter Kartları daşıyan uzun. zaman daha sadə sxemaya malik olur. Bir kompüterin sıradan çıxması ümumi şəbəkənin işini dayandırmır və sxem cəhətdən digərlərinə baxanda sadədir. Uc- Və ən əsası şəbəkə kartları digərlərinə baxanda daha Ucuz olur da müəllimə. Ucuz. Müşfiqədə görək halqavari hansıdır? Maddi Bir də halqavari Halqavarda deməmişdən buna qabaq ən dayanıqlı deyildi. deyən Burada halqavari yenə deməmişdən qabaq bir şey deyim. Kamrandan soruşmadan keçdi. Kamranda görmüşünün standartı nədir? Hansı standarta aid? Magistral şey deyirsiniz müəllim, segment. İşin hansı standartı, hansı arxitekturaya malikdir? Hansı standartı Ay. görürük? 802.3 Deyirəm şimdi 3 hərf var, oradan yadda saxlayırıq. 802.3 Bəli. nəyə Öz aiddir? neydi? Ether Quick neydi böyle bir şey. Ethernet, fast internet. internet fasterdir. Ethernetin ötürmə sürəti 10 megabit bölünsün saniyədir. Fast internetdə isə 100 megabit bölünsün 100. saniyə. Müşfiqə buyur, hardware şeydən danışırsan, halqavardan danışırsan. Halqavarda burada hər bir kompüter öz qonşusu ilə əlaqələnirdi, əlaqəsi olurdu. Yenə bu dairə formada qoşulurdu. Bir də burada da deyir, əsas toqquşma olmurdu məlumat ötürərkən. Buna Amma bir görə də ən kompüter dayanıqlıdır. Toqquşma ən olmaması üçün də dayanıqlı. ən dayanıqlı adlanır. Amma bir kompüterin işində problem olarsa, bu digər kompüterlərin də işinə təsir edir. Çünki Plus bir də bir ardıcıl şey var ki, bu topologiyanın digərlərindən fərqli cəhəti. Burada vaxt söhbəti də var. Artıq kompüterin ötürülməsi üçün bir-biri ilə birbaşa əlaqədə olduğu üçün ötürülmə zamanı müəyyən bir vaxt verilir. Bu da onun üstün cəhətlərindən biridir. Bunu da qeyddə saxlayın. Məsələn, testlərdə bu tip bir sual da verə bilər. Sən de görün bunun arxitekturası hansıdır, ötürmə sürəti nədir, standartı nədir? standart. Halqa 5 hərfdir, standartı nə ola bilər? 8.5. 5-dir də 8.2.5-dir müəllim onunki Hansı də. arxitekturaya aiddir? İnternet. Ethernet-dən fast internet Edə o Çinindir. FTP-ydi, bir də token var. yox, token nə? Tokening və Neydi o? FTD. FTD. Halqaya bilir ki, tokening və FTD aiddir. Standartı 802.5-dir. Bəs ötürmə sürəti tokeningdə neçə idi? FTD-də ötürmə sürəti nə qədərdir? Tokende 16 idi, FTP-də 100. Bəli. 16 yox, 4-16 arası deyirlər. 4 megabit bölünsün saniyə, 16 megabit bölünsün saniyə arası. Bəli, FTD isə 100 megabit bölünsün saniyə idi. Şəms ulduzu da denən elə demişkən. Arxitekturasını Ümumi topologiya haqqında üstün cəhətləri, mənfi cəhətləri haqqında məlumat ver, sonra arxitekturasını de. ulduzlarda qovşaq yəni orada mərkəzdə olur və ona qoşulurlar kompüterlər. Yəni bir-birlərinə təsir göstərmirlər. Bir də ki, biri yadından çıxıb, biri Enillan idi arxitekturası. Bir də Endilan'dır, bir də Arknet. Arxitektur. Endilan və Arknet ulduz topologiyasına aiddir. 100 megabit bölünsün saniyə Endilan'dadır. 2,5 megabit bölünsün saniyə isə Arknet'dədir. Buranın da mənfi cəhəti mərkəz xarab olanda mərkəzi kompüter Mərkəzi qovşaqdan korlanda birbaşa hamısı əlaqədədir deyəlim ki, mərkəzi bir dənə hamısı kart var. xarab olur Bəli, kompüterlər. artıq o kart sıradan çıxan zaman birbaşa işi zədələyir. Mən deyim görüm, o Üstündə səviyyəsi struktur. var. O səviyyə 7 səviyyəsi. 7. Ən yüksək səviyyəsi hansıdır? Tətbiqi. Tətbiqi səviyyə. Ən aşağı səviyyə. Ən aşağı fiziki. Səviyyədə. Sonra kadrlara bölünmə, səhvlərin tapılması hansı Kanal. səviyyədə idi? Kanaldır kadr. Kanal səviyyəsi. Kanal. Kadr. Ha. Yuxarı və aşağı səviyyə arasında dialoqun Seansdaydı yuxarı aşağı. semantika, Semantika tətbiqidəydi Tətbiqi müəllimə. elektron səviyyə. poçt protokolları, Nümayişdir. Yox, nümayiş sintaksisi idi. Elektron elektron poçt Yox, protokolları elektron. qlobalın içərisində demişdim. Nəqliyyat idi müəllimə. Elektron poçt yox, tətbiqi. Tətbiqidə. Bunu keçən dəfə yazında demişdim ki, elektron poçt protokolları tətbiqə aiddir. Elektron poçt protokolları hansılardır ki? Qlobala keçirəm artıq sual cavabda. Elektron. İkidir, biri ötürən, digər tərəf Biri- qəbul edən, qəbul pop 3 idi. FTP. Burada əsas 3 dənə idi də. Bəli, Pop Şəms onda 3, düz deyir ki, qəbul edən pop 3-dür. Bəs yaxşı ötürən? FTP idi biri, digəri FTP, SMTP. SMTP. SMTP.
Ümumiyyətlə deyirik ki, 3 dənə elektron poçt protokolu var. FTP, SMTP, bir də POP3. FTP və SMTP ötürmə protokoludur. POP3 isə qəbul edən. Ümumilikdə elektron poçt protokolları OSID-in tətbiqi səviyyəsinə aiddir. Rafaeldə görün, Tətbiq. protokol nədir? Şəbəkədə protokol dedikdə nə başa düşülür? Rafael sən sor. Mənim bir neçə kompüter. Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentlərinin formatını təyin edən qaydalar toplusudur. Əlaqə dili kimi başa düşürük də, düzdürmü? Şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət, əlaqə Ünsiyyət dili. bir-biri ilə ünsiyyət dilidir, əlaqə dilidir. Ardıcıllığını müəyyən edən, format və ardıcıllığı müəyyən edən qaydalar toplusudur. Rafael, qlobal şəbəkənin baza protokolları hansılardır? E, Baza protokolları Hı hı. TCP, IP, onlar deyirsiniz. Aha, TCP və IP. TCP OSI'nin hansı səviyyəsindədir, Rafael? Protokollar tətbiqi demişdik müəllim, yoxsa? Yox, elektron poçt protokolları tətbiqidir. Biz deyirik ki, baza protokolları 2 dənədir. TCP və IP. TCP OSI'nin hansı səviyyəsindədir, Biri IP hansındadır? müəllimə nəqliyyat idi, biri də TCP TCP nəqliyyat idi. IP də şəbəkə Bəli, bəli. Ümumi şəbəkə idi. deyirik ki, protokol şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. 2 dənə baza protokolumuz var, TCP və IP. TCP OSI'nin şəbəkə səviyyəsində işləyir, IP isə yox, üzr istəyirəm, TCP OSI'nin nəqliyyat səviyyəsində işləyir. IP isə IP. OSI'nin şəbəkə səviyyəsində işləyir. Biz IP-yə elektron marşrutlayıcı poçt da deyirdik protokollarını də. soruşanda bəli, deyirik ki, onlar tətbiqə aiddir. IP-nin digər adı da bunu testdə düşmüşdür. Marşrutlandırıcı. Marşrutlandırıcı protokolda deyilir. Yaxşı, mənə deyin görüm, IRP nədir? IRP protokol haqqında Müəyyən verin. protokol Ünvanları ünvana müəyyən edir. müəyyən edilməsidir müəllimə o. 32 Ünvanlar. mərtəbədən ibarət idi. IP-in. Yox, 32 mərtəbəli demirik. 32 mərtəbədən ibarət deyilmir o. Deyirik ki, IRP protokolu ünvanların müəyyən edilməsi protokoludur. 32 mərtəbəli IP ünvanını Ethernet ünvanı. Ethernetə çevirir Hı. demişdik, hə? Xədicədə görə simsiz əlaqə vasitələri hansılardır? Deyim müəllimə. Wi-Fi falan da, Wi-Fi sonra Wi-Fi. Wi-Fi İMAK, deyirsiniz, WIFAN deyə bilərsiniz. Bluetooth İRDA, cavabları, Wi-Fi, XDB, bəli. Li-Fi nə idi? İşıq şüası işıq vasitəsilə. işıq şüası. İşıq şüası vasitəsilə olur. Gələk daha maraqlı suallar. İRDA. Mənə deyin görüm. Leyla ilə bunu səndən IP ünvanı haqqında məlumat ver. IP ünvanının quruluşu nə formada olur? Hə, xətt 4 dənə nöqtədən ibarət olur. Yox, 4 üç nöqtə. xəttdən, 4 Üç hissə, nöqtə. 4 hissəli Üç olur, nöqtə, daha dörd doğrusu hissədən. 3 nöqtə, bir də 3 nöqtədən Dörd. ibarət olur. Üç Sıfırdan nöqtə, biri dörd 127. Aha. Ümumi Səviyyələri də var idi IP-nin səviyyədən əlavə ümumilikdə. birinci mənə deyim limit nə qədərdir? Limit 0-255 arası. Bəli, Elə ümumiyyətlə deyirik ki, 3.4 hissədən ibarət olur IP ünvanı. Limit 0-dan 255-ə qədər. Səviyyələri var. Bu da hərflərlə A, B, hə, C, D, A, E B, C, biri səviyyəsi adlanır. 127, 128-dən 191 belə. A Sonra səviyyəsi aralarında bəli, deyəsən 15 Yox, götür, son 15 idi. ikili də 15-15-dir. Həm o birislərdə 15 deyil. Bax 192, 0-1 qədər A 123 səviyyəsi var. 128-dən 191-ə qədər B səviyyəsi, B idi. 192-dən 223-ə 192-dən 223 C, 224-dən 239-a 39-a D, D, 240-dan da 55-ə bəli, E Y idi. səviyyəsi adlanır. Kamildə görək MAC ünvanı hansıdır? MAC ünvanı haqqında məlumat ver. Mən bir dənə verməmişdən bir şey soruşum. O deyirsiniz 3.4 hərfli. Onları yazdırmısınız bir qayda olaraq. Testlərdə mi onları işləyəmədim bir dənə. Keçən dərs yazmışdım, testlərində də baxmışdıq ona. Bilməmişdik. Rekordun videosuna baxırsan Kamran. Keçən dərs yox idi mi? Ona görə bilmirəm. Rekordun videosuna baxmısan, ona görə soruşuram ki, rekorda baxmısan. Rekord şeydi axı, nədir? O birisi idi axı, lokal şəbəkə idi. Qlobal şəbəkə vardı ki. 2 dənə rekord atmışdım. Birinci rekord lokal sual cavab eləyib 2 dənə video idi. Birincisi, ikincisi. Birincisi lokal sual cavab eləyib onun testlərinə baxmışdıq. İkinci hissədə də qlobal izah edib onun testlərinə baxmışdıq. IP demək haqqında onda testlərini göstərmişdim orada. Yəni narahat olma, nümunə göstərərik burada. Testlərə baxacağıq onsuz da.
Yaxşı. Makı da görün mənə. Ma- MAC deməli lokal ünvanlardır. Lokal ünvanlar MAC ünvanlar adlanır. Neçə hissədən Deməli 16 ibarətdir? 6 hissədən hissədən də müəllimə. 6. 5 6 byte. tiri 6 hissə var idi. Artıq burada nöqtələr yox, tirelər vasitəsilə ayrılır. 5 dənə tire, 6 dənə hissə var. Hərf olaraq 0-9 0-dan 9-a arasında. qədər. 0-9-a qalanda ABC, filanda Bir ABC-dir. də 16-lıq say. 16-lıq say sistemi kimi 0-dan 9-a qədər rəqəmlər, bir də A, B, C, D, Rəqəm E qalanı hərfləri. ABC-dir. 16-lıq say sistemində istifadə olunan hərflər də artıq orada. Rəqəmlərdə qoşa-qoşa 2-2 olur artıq. Nə olur olsun 2-dən 2 dənə olur. Mənə deyin görüm. World Wide Web nədir? Dünya hörümçək Dünya İnternet xidməti. Aha, internet Doğrudur. xidmətidir. hörümçək toruda www 3 dənə Ümumdünya W. hörümçək torudur. Funksiyası nədir? Hmm, bütün bu Ümumiyyətlə, Domindir internet bəs. xidmətləri, bax, internet xidməti deyəndə deyirik ki, World Wide Web, yəni 3 dənə W yazılanda, e-maildə, sonra nələr var? Usenet Dominlər var, News var var, da, edu FTP falan, hə? var, News.com Telnet com var, var, Goperlər var. Browserlər Bunlar ola biri, bilər. browserləri qatmayaq hələ ki bura. Bunlar bax, 3 dənə W ilə World Wide Web yazılan e-maillardır, News'dur, Goper yazılır, Usenetdir, məsələn, Telnetdir, FTP'dir. Bunların hamısı internet xidmətləridir və bunların müəyyən bir funksiyası olur. Məsələn, dedik W ilə World Wide Web yazılan 3 dənə W ilə Ümumi Dünya hörümçək torudur. Bunun funksiyası nədir? Sənədlərə Web sənədləri Çoxlu əleyhitən təmin saxlayıb etmə. həm də müəllim hiper olur da, hipermətnləri demək olur. Hotmail deyirsiniz müəllimə, nə heç World Wide Heç Web'i soruşurdum. Ümumi Dünya hörümçək toru. Yəni orada Tərkibində cədvəl də olur, qrafik də olur, şəkil də ola bilər. Yəni tərkibi tərkibində mətin, cədvəl, qrafik, Mhm. şəkil və sairə kimi informasiyalar olan hipermatnli sənəd toplusudur. Web sənədləri sənədə əliyetərliyi təmin edən bir şeydir. Yaxşı, email nədir? Manpot xidməti elektron poçt. göndərməsini, qəbulunu onun vasitəsilə Elektron poçt xidmətidir. Sənədlərin qəbulunu və ötürülməsini təmin edən bir şeydir. Usenet-lə News nədir bə? xəbər tele şeyləri onda eləyirlər. Telekonferansiyalar. Hə, bunu işimlə əlaqədardır deyə oxumasam da aşağı yuxarı fikir bilirəm. Usenet Vaxt eləyib oxumamışam, amma oxuyacağam hamısını müəllim. Hı. Nə sual olsa çıxanda verərsən, nə lazım olsa köməklik göstərərəm. Usenet-lə News telekonferensiyalar və xəbərlər blokudur. FTP bayaqdır, faylların ötürülməsi xidmətidir. Telnet uzaqda yerləşən terminallar üçündür. Deyir ki, qaydası belə olur onun həmişə. Uzaqda yerləşmiş terminallara emülyasiya xidməti yaradır. Yəni məsafədən asılı olmayaraq Bəli, məsafədə yerləşən kompüterlərə müraciət xidmətidir. Telnet. Goper nə idi? İarxiv menyu sistemi idi. İarxiv menyu vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi üçündür. Goper. Bunlar aydın oldu, yoxsa qaranlıq qaldı? Koper bir də deyə bilərsən. Goper, Hiyerarxik iyarxik menyu menyu. sistemi vasitəsilə, iyarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi üçündür. Burada ancaq Şəmsdir, Leyladır, Xədicədir, Müşfiqədir. Bunların adını çəkirəm. Digərləri səsiniz bağlıdır, ona görə adınızı çəkmirəm. Yürü, sən özün yazmışdın ki, gələn dəfədən cavab verəcəm, ona görə adını çəkmirəm. Yəni ümumi bəli, bir bəli. şey varsa sizə sual cavabda iştirak edin. Sadəcə özün dedin deyə. Ona görə adını çəkmirəm. Deyəsən ki, yazdım, sonra məndən də soruşdu. Yox, belə öncədən bildiyim yerlər də var. Bu sadəcə tam ətraflı, yəni əzbərləyəcəyim yerlər var. Onları əzbərləməmişəm. Yəni də nə sualın çıxsa soruş, nə qaranlıq qalsa soruş, nə bilirsənsə fikrini də düzəldək, səhv də olsa Bir də ki, siz bu düzəldək. qrupla kitaba əsasən sonuncu mövzusunda demək olar ki, keçdiyiniz təkrara başlayacaqsınız yəqin ki, deyilmi? Axırıncı olmağına baxma. Hürmə sən niyə 2-5 qrupunu əlavə eləməmişəm? Bilmirəm. 2-5 21.00 uyğun Hə, deyil ki 2-5 sənə. mənim əlləri hazırlığım var. Deyirəm də ora uyğun olmur. Ora 0 qrupudur çünki 2 dərs keçiblər ora hələ. Bunlar 6 dərs keçib. Hardware, software, əsas anlayışlar, say Hə, sistemi. qarışıq keçmisiniz onda. Qarışıq Hə. keçmiş. 2 Elə dənə bilim, ən nəzəri azından. hardware, software, 2 dənə hesablama, əsas anlayış, say sistemi, sonra lokal, qlobal keçib ofis proqramlarına sonra giriş eləyəcək. Yəni qurtarmamışıq bölmələri. O Say cəhətdən sistemləri Aha. dövlət qulluğuna düşmür, mən bildiyim qədər. Yox.
Yəni düşmə ehtimalı minimumdur, çox deyil. Hə, bu hardverəni demək olar ki, bilirəm ofis proqramlarını da eyni zamanda. Ya sən demişdin, Mən nə sən dedin düşünürəm bazam var dedim. deyə ona görə bura rahat əlavə elədim sən. Bəli, bəli. Leyla mənim. Burada da bildiklərim var. Hə, Kamran. Sağ sistemin dediniz düşmə ehtimalı yoxdur. Minimumdur. Hə. Deyəcə mən niyə işlətdim o qədər say sistemi sağlam. hə, O qədər Sağ ol gözüm elə ki, mən niyə o qədər say sistemi işlədim. Nə deyim görüm. Google Plus bir də Google Chrome. Fərqləri nədir bu üçünün? Google nədir? Google Plus nədir? Google Chrome nədir? Üçünün fərqini deyim. Google Chrome browserdir. Chrome browser idi. Axtarış brauzeri. Axtarışdı Google Chrome bəli, brauzerdir. Bu okey, bunu qəbul elədik. Bəs Google-la Google Plus? Plus yazışma nəsə bir şey yadımdadır. Bir dəqiqə. Google Plus. Google Chrome Google brauzer. Plus mənim xəbərlər üçün. Biri müəllimə məlumat xarakterlidir də. Hansıdır o elə? Bir Google axtarış deyil müəllim. Google da Yox. axtarış, bunu da qəbul edirik. Bax, Google Chrome brauzer kimi Google qəbul Plus elədik. məncə axtarış deyil idi məncə. Google O da məncə axtarış, məlumat. Google axtarış kimi dedim. Bax, Google Chrome brauzer kimi qəbul et. Dedim ki, sual buydu. Google Chrome, Google, bir də Google Plus. Bu üçünün fərqi nədir? Google Google Plus Chrome'a dediniz deyəsən. brauzer, okey, o qəbuldur. Google axtarış proqramı, bu da qəbuldur. Qalıb bir dənə Google Plus, o nədir? Google Plus məncə newsda xəbərlər falan var. Xəbər. News demirəm, Hə, mən elə bir Plus şey. deyirəm, Plus. News demirəm. Plus deyirsiz, please. Plus. Please Plus. deyirsiz. Başa Plus. düşmürəm. Plus. Plus da Hə, toplama. plus. Plus'ı Hə. hər şey kimi eşitdiniz bu dəqiqə. Plus. Müəllim bu onda pullu kim olur? Hər şey kimi eşitdiniz. Plus'tan başqa hər şey eşitdiniz. Toplama. Toplama. Google yanında Aa, qırılıb toplama. İnformasiya belə bir şeydir deyəsən. Bunu qeydin Belə bir apararsınız şey. dəftərinizdə. Düşmə ehtimalı olan bir şeydir. Google Chrome brauzerdir, Google axtarış proqramıdır, Google Plus isə sosial şəbəkədir. Yazışma Müəllim onda kim düz dedik deyirdi? də. Google Plus mən dedim ki, təxmini bu Instagram fason bir şeydir, elə bir şeydir, hə? Sosial şəbəkə kimi, hə. Yazışma bir kimsə Düzdür. deyirdi, səhv eləmirəmsə Şəms deyirdi onu. Dəqiq. Yazışma, kimsə yazışma deyirdi, Google Plus bəli. Sosial şəbəkə kimi istifadə olunan bir proqramdır. Mənə deyin görüm, ilk axtarış saytı hansıdır? Axtarış. Yəni Arıcı yazılırdı. Arc. Aha, bəli. Bəs Okey. başqa hansı axtarış üçün istifadə olunan saytları bilirsən? Yahoo var idi, Yandex. Yandex Sonra Sonra Ask deyəsən var mənim. idi. Baidu var, Bing var, Rambler var, Yahoo, Yandex, Alta Vista A var, ilə başlayanların Ask hamısı var. var, Google var, Archie var, ilk axtarış saytı olur. Brauzerlər hansılar? Kamran, brauzerlər say görək. Brauzerlər şeydir də, mən Google Chrome, Opera, Yandex. Netscape Navigator deyilir. Microsoft Internet Explorer deyilir. Mosaic var, Safari. Google Chrome Safari var, var. Safari. Mozilla var, Opera, Maxton, Safari, Amigo, Yandex. Bir çox belə brauzerləri bilirik, düzdür. Chat xidmətləri hansılar Leyla? Chat ChatGPT. Chat yox, xidməti, chat. yox, ChatGPT yox. Yazışma da chat hansı? Müəllimə bir anlıq unutdum amma çox tanıyıram. Onlar mənim. Windows Live Messenger var, Yahoo Messenger Messenger falan, var. hə, Var, Messengerdir, WhatsApp Yahoo. var, WeChat var, Skype, Viber. Onlar mənim. Yox, şey deyə bilər. Bax, məsələn, ən çox istifadə olunan chat xidmətləri Windows Live Messengerdir, Yahoo Messengerdir, Odigo'dur. İrk nə yazılır? M-irk. Onun tələffüzünü Mhm. heç vaxt düz tələffüz eləmirəm açığı. Mən Mayırk, bilmiyorum. müəllimə. Media May- məzmunlar mübadiləsi üçün istifadə olunanlar hansılardır? Necə? YouTube Media- var. Yox, YouTube Media, falan. aha, YouTube-dur bir dənəsi. Media YouTube məzmunlarının var. mübadiləsi üçün istifadə olunanlar. Instagram var. Vimeo YouTube, YouTube, Instagram, YouTube. Instagram, Snapchat, video, Twitch, Snap. və s. Onlayn icmalar, rəylər üçün istifadə olunanlar. Uber. Facebook İcma var. Bayağı. Facebook. Uber. Uber, Yandex. Yelp, Market. Yandex. Kollektiv müzakirələr üçün istifadə olunanlar. Zoom falan. Zoom kollektiv deyəsən. Qoro, Reddit. Tik var. Meet var, Meet, Meet. Google Meet. Dig.
kollektiv üçündür. Hı. Mən bir dənə məsələ tiplə deyim. Bu heç yadıma düşmürsə demək. Məsələn, sizə bir dənə məsələ verir. Bilmirəm burada verilmişdi o yoxsa yox. Tutaq ki, deyir ki, kainat Verdik Verilib. müəllim, verdik o məsələ. Vermişsən. verilib. Nə deyir? Bəli, Bilmirəm, bəli. baxmamışam buranın testlərinə. Axırıncı Verilib, səfər nə verilib. vaxt baxmışam, bilmirəm. Məsələn, tutaq ki, deyir ki, kainat bərabərdir. Məsələn, versin 2000. Hı hı. Hı. Tutaq ki, məsələn, sonra desin magistr Aha. and kainat. And sistemi versin bir Hı hı. dənə bizə. Bunu da bərabər eləsin, məsələn, 600-ə. Hı hı. Hı hı. Oru versin, magistr, or, Hı hı. kainat. Bunu da verə Hı hı. bilər, məsələn, 4000. 4000 versin belə, standart. Hı hı. Dədir magistr nəyə bərabərdir? Orla Mən magistr bölgələrimiz kainatı bərabərdir. neçə dedi? Kainatla Top, magistr. müəllimə Bunlar biz toplamalıydıq da biz. toplayırıq. 4000-dən müəllim. O magistr Ya da kainat neçə dedi? Bir də onu deyin. Yazmışam da ekranda. müəllimə 2006 2000-lə kainat biz and magistri magistr Həm deməli toplayırdıq. deyim. 4000-dən Bərabər 600-ü idi. toplayırsınız, çıxırsınız 2000-i. Vəsyo. Yəni belə olur da. And üstə Hı hı. gəlinsin. Or bərabər. Bir də ayrı-ayrı Bərabər yazmıram idi. da. Bərabərdir. Magistr Kainat üstəgəl magistr. üstə gəl kainat. Göre kainat. Aha. Hı. Bir də bunlara İndi burada magistrları, kainatları yazmadım. Promoyu and or kimi yazdım. Endin 1400 qiyməti nə olur qədərdir? da. 1400 600. olur da müəllimə. Hı. 600 Üstə üstə gələ gəlinsin. 2000, 600, 4000-dən də onu çıxırsan. 4000, 4600 bərabərdir. 2000 Yoxsa üstəgəl x belə yəni. 2000 üstə Yoxsa gəlinsin x. Buradan tapırıq. Bu da nə müəllimə qədər? 1400 deyildi o, yoxsa mən səhv yox, səhv. 4600 bərabərdir. 4600 bərabərdir 2000 üstə gəl x. 2000 o tərəfə çıxmaz. 2600. O da qalır x də bərabər nə? 2600. Hemen 600 müəllim. 2006. Yəni magistrla kainat ayrıca toplanır. Bərabərliyin digər tərəfində də əndlə nor olur. Bunu demiş olduk. Keçən dəfə deməmişdik. Qaranlıq bir şey qaldı burada. Gəlin testlərə baxaq. Burada yox, testlərdə Müəllimə o ekrandakı silməyin bir dənə. Onu mən niyəsə gözdən Getdi, qaçırtmışam. sildim. Hə, Rekordda get, varam. eyb Hə. yox. slaytda var idi o. Bir şey də var. Onu nəsə Kainatın Slaytda da nümunəsində var. vermişdim. baxmamışam da yəqin. Hə, Slaytda da baxaram. vermişdim. Slaytda hə, var idi. Okey, baxaram. Hamısına Deyin çatdırmamışam. görüm suallarınızı. Buradan ikiyə baxa bilərik bir dənə. Quruluşun. Neçə saniyə, 100 saniyə. Neçən sual dediniz? İkiyə baxardıq bir dənə. Kim çox, 2. çox səhv yazıb. Çətin bir sual deyil əslində bu. Bax, birinci nə gəlir? Tıp, Baş tipi. olmaz, baş tip. Bizə qələm aktiv edeyim. Aha. Birinci nə gəlir? E. Y variantı. Aha. Y. E'dən sonra bilirsən, protokolun adından sonra qoşa nöqtə C. qoşa xətti verməlidir. C-ni yazdın mütləq yəni. Bu mütləqdir. Onsuz da elə variantlara baxanda bir də onun ümumiyyətcə C variantı qalır, baxırsan ki, sırazı. Yox, ardına Hı. yazmaq istəyəndə ardıcıl düzməlisən. Amma bir şey bil ki, həmişə bu yazılışa əsasən. Ardıcıllıq nə formada olur Müşfiqə? Sual sən verdin Müşfiqə. Mən vermişdim. Hə. Bax, ümumiyyətcə nə Salam gəlir? Leyla müəllimə. Salam Nərgisə. Bax, ümumiyyətcə Müşfiqə bilirik ki, birinci protokol gəlir. Protokoldan sonra qoşa nöqtə, qoşa xətt. Sonra serverin adı. Sonra qovluq, yekunda fayl gəlir. Ardıcılığı İndi burada mən belə olur. Protokol, qoşa nöqtə, serverin adı aralarında xəttlərdən ayrılır. Qovluq, sonra yenə xətt, sonra fayl. Yəni artıq bax, böyükdən kiçiyə gedir. Görsən getdikcə kiçilir. Serverin adı, qovluq, fayl getdikcə kiçiltməlisən. İndi burada nə gəlir? test, Birinci hit Y Test. gəlir də müəllimə. Testi verdin. Ardınca nə verməlisən? 2 Hmm. toçka xətt C Test. variantı. Bax, test bax. Bircə dəqiqə. Peki. Testdən sonra nə gəlir? Esten sonra edu. Edu. Ondan sonra yenə xətlə bunu ayırırsan. Aralarında mütləq xətt olmalıdır. Sonra demo.net. Hı hı. Yəni birinci Suravla müəllimə, məsələ. burada elə ən axıra da baxıb bilmək olar. Orada elə bir anambi arasında qalırıq. Axırda məsələn toçka net olur da. Yox, toçka netdən əlavə axırında o heç. Onda aynı Əgər görürsən. yəni tək Amma bir də ən netdirsə əsası var toçka. axı buradakı protokolla başlamalısan. Protokol qoşa nöqtə Protokol. qoşa xətt. Elə eynən C-ni arda-arda verəndən sonra olsa bir dənə C variantı qalır. Hə, C qalır. Çünki Hmm. birinci protokol, sonra qoşa nöqtə 2 xətt, sonra Birinci serverin toçka adı, ko- sonra o qovluq ağası. və yekunda fayl gəlir. Hı -hı. Deyin görək sualınızı.
Ha, burada 9 və bu tipdə 3 məsələlər var mənim idi. Mən 3 bunları həm mənim həll edə bilmədim. Bunlara 3-ə baxa də baxdım bilərik. mənim. 3-ə? Bəli, 3-ə. Bunlar dedim, mən bunlar rekorda baxmamışam. Bir dənə bu hissələri tuta bilmirdim. Mak ünvanı. Bax, mak ünvanında Kamran dedim ki, 5 dənə trey olur. 5 dənə, bircə saniyə. Qələm açım. Aha. 5 dənə trey olur. 6 dənə hissə olur. Hı yazıram, bil ki, hissə deməkdir. 0-dan 9-a qədər rəqəmlərdən, bir də 16 say sistemindəki kimi A, B, S, D, Y və F hərflərindən istifadə olunur. Bu formada isə hərflərdən istifadə olunur. İndi baxırsan. D variantı 2, 4, 5 hissələrin sayına, hərflərin sayına bax. Və A variantı niyə olmur Kamran? A variantda əslində pozulmalı deyə bir şey yoxdur. A-nı saxlayım hələ ki. B variantında V hərfi var. Kamran, V hərfi olur. Dedim 16-lıq say sistemində istifadə etdiyimiz hərflərdir. A, B, S, D, Y, F. Burada V hərfi var. V-yə görə olmaz. C da var, heç buna görə də C-də də olmur. H var. Hı var, C orada da variantında olmaz. bax, Burada burada H var. H var, Buna görə səhvdir. olmur. Burada C 200 variantında 3 var. dənədir. Və 3 223 rəqəm var. var. Y-də deməli Olmur. K var. Amma rəqəmlər 2-2 olmalıdır. Bu treylərin arasındakı rəqəmlər, hərflər 2 dənə 2-dən olmalıdır. 223-ə görə olmur. Burada Yəni isə sənə 7-də bax, də İK K yazıb. var. Ay hərfi yoxdur. Burada Ay K da da var, olmuş. K da yoxdur. Geriyə qalır A da hansı yoxdur. variant? Bir dənə A variantı. Elə A qaldı. Aydın oldu Kamran, yoxsa qaranlıq qaldı? Bir dənə silməyin. Bir dənə aydın var, bir dənə silməyin. Deyin, 5 sualımıza digərləri. Şu mənim silə bilərsiniz. Sualınızı Çox sağ olun. Sən sağ ol. Deyin görüm sualınızı. 19. 9, bir dənə 9-a da baxaq da. Şəms 19 deyə izah elə görüm Şəms. 19-a girib çıxmışdım. Necə? Sual 9-u kim dedi? Mən. Mən də demişdim. Leyla 9-u izah elə görüm. Mənim orada Müəllimə baytı çevirirəm küçülsək dikə, bölürük sonra də dikə müəllimə, bölürsəm hə? sadəcə getmir. 3600-ə. Burada normal işləyirik. Məsələn, burada 2 səhifə mətn 2600 baytdır. Baytı da bitə çeviririk. Sonra da oradan alınır cavab. Elə 3600-də 28800 olur. 3600-ü vururuq 8-ə. Byte-dan bitə getmək istəyirsən, 3600-ü vurursan 8-ə. Çünki byte-dan bit arasında 2 28800 elədi. Deməli elə saniyədə. Deməli 28800 3. biti bir saniyədə ötürülmüş. Onda ona böləndə qalır 1.